Amma bu günləri siz düşünün ki, bir Məhəmməd Salahın qiyməti düzdür bu il yox, amma 2 il bundan qabaq olan qiyməti bütün Azərbaycan futbolunda olan oyuncuların dəyərindən çoxdur. Sizə xoş olmazdı ki, misal üçün hər hansı bir Əhməd Vəliyev, fərqi yoxdur da, yəni ya Orxan Həsənov dünya futbolunda adını çıxarıbdır və o Azərbaycanlıdır və o misal üçün ən aparıcı klublarda oynayır və onun dəyəri 70 milyon evrodur və onun cəmi 21-22 yaşı var. Mənim üçün, mən bu misalı həmişə deyirəm akademiyalarla bağlı, mənim üçün bizim futbol müəyyən tragediyalardan keçibdir. Badri Kvaratskhelia oğlu Kviçe Kvaratskhelia ki, Badri Azərbaycanda, millidə də oynayıb, bütün pulunu Azərbaycanda qazanıbdır. Həmin oyuncunun oğlu əgər Gürcüstanda oynayırsa və mənə bu argument qəbul olunmazdı ki, o Gürcüdür və s. və ilaxır. Azərbaycan bilirsiniz ki, özü də çox etnik, belə deyim də, tərkibli bir xalqdır. O orada oynayırsa, deməli biz hardasa yanlış eləmişik. Biz elə istedadı itirə bilmişik ki, o adam bizim millidə oynayıbdır. Yəni biz bu günləri ciddi düşünməliyik ki, akademiya sırf akademiya var deyə akademiya olmalıdır, bu lisenziya şərtidir, dövlət bura bu qədər pul ayırır, deməli biz bu pulu xərcləməliyik, biz elə düşünməməliyik. Biz strateji hədəflər qoymalıyıq və bu hədəflərə çatmalıyıq. Bu günləri Azərbaycan futbolunda misal üçün Mahir Emrəli var. Bəlkə də son, belə deyim də, nəsildə yeganə oyuncudur ki, var. Amma ondan qabaq, misal üçün, Vəli Qasımov var idi. Nazim Süleymanov var idi. Misal üçün, Alanya'da Nazim Süleymanov oynayanda mən uşaq idim, ona baxırdım, amma çox böyük zövq alırdım. Amma bu günləri bizim nə qədər elə oyuncumuz var? Renat Dadaşovu deyiriksə, Almaniya məktəbi keçib, Azərbaycan məktəbi keçməyib. Və bir fakt mənə çox belə indi deyirəm və bəzən də pis oluram. Bizim milli həmin Kviçe Kvaratskheliyanı bizim oyuncu İdris İnqilablı ilə, Səbaildə oynayan Emil Qasımovla 2-1 Gürcüstanı məğlub eləyibdir. Amma biz bu günləri, misal üçün, futbolumuzda bunu görmürük. Ona görə mənim düşüncəm odur ki, bu pul azdır və mən Gürcüstanlı bir neçə, belə deyim də, idman məktəbləri ilə, Dinamo Tbilisi ilə, Dinamo Kutaisi ilə, onların akademiyası ilə danışıram. Onların klub futbolu demək olar ki, bərbad səviyyədədir. Yəni 47-ci yerdədirlər UEFA-da. Amma akademiyaları hər il ən azı bir dənə, 2 dənə 1 milyonluq, 500 minlik, 700 minlik oyuncu satırlar. Mən bu yaxınlarda gedəcəm onların təcrübəsini öyrənməyə. Əmin olun ki, mənim nə qədər futbolda fəaliyyətim olacaqdır, mən maksimum çalışacağım ki, ona gələk. Çünki bir məsələni deyim, efir vaxtımızda bilirəm, yekunlaşır. Rahat, bizdə vaxt məhdudiyyəti yoxdur, fikirlərinizi rahat. Bir məsələni deyim, Joao Felix oyuncunu tanıyırsınız da. Təbii ki. Benfica'nın oyuncusudur. Akademiya o nə qədər pul qazandırıbdır? Joao Felix. Benfica'dan Atletico Madrid'e 120 milyon avroya transfer olubdur. 120 milyon avro. Düşünün, bu günləri Azərbaycan futbolunun transfer marketdə dəyəri 123 milyondur və bilirsiniz ki, transfer market bir dəyərdir də, yəni bu real bir məbləğ deyil. Bir oyuncu. Biz akademiya qururuqsa, biz elə akademiya qurmalıyıq. Biz qurmalıyıq ki, Benfica akademiyası sayılıb seçiləndir və o akademiyaya uyğun biz fəaliyyət göstərməliyik. Yəni, Benfica'da birdən-birə olmayıbdır. Eusebio olubdur. Eusebio'dan sonra Portugaliyada Figo olubdur. Figo'dan sonra Ronaldo olubdur. Biz bu dayanıqlığı eləyib və nəticəsini əldə eləməliyik. Kamran mənim, yaxşı nümunələrdir. Biz Figo'nu, Ronaldo'nu qoyaq, gələk öz kiçik dünyamıza.